Salam dəyərli və əziz tələbələr, hər vaxtınız xeyirli olsun. Mən Kənan Şərifli. Bugün sizinlə birlikdə Windows 11 əməliyyat sisteminin artıq 3-cü video izahına baxacağıq. Artıq demək olar ki, burada proqramımızın bir xeyli hissəsini yekunlaşdıracağıq. Nə lazım olsa, nəyə başa düşməsəz, rəy bölməsinə qeyd edərsiniz. Mən də əlimdən gələn qədər sizə köməklik göstərərəm. Çox da uzatmadan başlayaq mövzumuza. Keçən səfər xatırlayırıqsa, axırıncı dəfə ayrı funksiyalar haqqında danışdıq. Ayrı funksiyalarda yekunlaşdırmışdıq. Yəni belə xatırlayıram. İndi isə biz Windows 11 əməliyyat sistemində əsas pəncərə növləri haqqında danışacağıq. Pəncərə növləri dedikdə nə nəzərdə tutulur? Gəlin bir-bir bunları öyrənməyə çalışaq. Misal üçün birinci proqram pəncərəsi deyə bilərik. Yəni hər hansısa bir proqramı aktivləşdirdiyimizdə, yəni ortaya çıxan pəncərədən gedir söhbət. Bir dənə Word proqramını da açaq. Misal üçün qarşımıza belə bir pəncərə çıxır. Bax, bu pəncərəyə biz nə deyə bilərik? Proqram pəncərəsi deyə bilərik. Yəni, bunun elementləri olsun və s. Yəni, hər hansısa bir proqram, tətbiqi proqram olsun, sistem proqramı olsun, yəni hər hansısa bir proqramı açırıqsa, həmən açdığımız pəncərəyə proqram pəncərəsi deyə müraciət edirik. Daha sonra dialoq pəncərəsi deyə bir pəncərə növümüz var. Yəni, hər hansısa bir şeyi silmə zamanı, məsəl üçün, həmən pəncərəni görə bilərsiniz. Baxın, qarşımıza çıxır bu pəncərə. Yeganə pəncərə bəlkə də budur. Biz dialoq pəncərəsini, yəni ölçülərini falan oynada bilmirik. Yəni hər hansısa bir ölçüsündə dəyişiklik eləmək mümkün deyil bu pəncərənin. Və qarşımıza bir pəncərə çıxdı ki, yəni bunu silək yoxsa yox, sizdən icazə alır, sizlə dialoq qurur. Sizlə belə dialoq quran pəncərələrə elə dialoq pəncərəsi deyəm nədir? Müraciət eləyəcəksiniz. Növbəti pəncərəmiz sistem, belə deyək, sorğu sisteminin pəncərəsidir. F1 düyməsini bastığımız anda, F1 düyməsini bastığımız anda aktivləşən pəncərədən gedir söhbət. F1, məsələn, hal-hazırda ekranda F1 düyməsinə bastıq. Belə bir pəncərə çıxdı, Windows haqqında məlumat verir və yaxud da hər hansısa bir qovluqda F1 düyməsinə basaq, yenə həmən qovluq haqqında bu səfər sizin üçün neynəyəcək, informasiya verəcək qovluqlar haqqında. Başqa bir şeyin üzərində F1-ə bassaq, yenə də bir pəncərə açacaq ki, həmən pəncərəyə biz nə deyəcəyik? Sorğu pəncərəsi. Növbəti proqram pəncərəsinin dediyi artıq, növbəti isə bizdə olacaq qovluq pəncərəsi. Qovluq, hər hansısa bir qovluq və bu qovluq açanda gördüyümüz bu pəncərə, baxın, nə adlanır? Qovluq pəncərəsi adlanmış olur. Deməli, bu bizim oldu qovluq pəncərəmiz. İndi gəlin qovluq pəncərəsinin üzərində olan elementlər haqqında danışaq. Ümumi bir dənə pəncərəni öyrənək, ondan sonra davam eləyək. Misal üçün, bu qovluq pəncərəsində bu hissə, yəni buranı gördüyümüz bu hissə bizdə qovluğun adını göstərən hissə, title barda deyə bilərsiniz. Yəni qovluqlarımızın adı burada görsənir. Baxın, üzərinə klikləsək, yeni bir tab açırıq elə bir. Oldu mu? Orada ürəyiniz istəyən hər hansısa bir pəncərəni aça bilərsiniz. Məsələn, ekranı açmaq istəyirəm. Desktop qovluğu açıldı. Oldu. Yəni buradan yeni tablar açmaq olar. Klaviatur düyməsində gördünüz, Ctrl-T. Ctrl-la T-ya basırıq, yeni bir qovluq pəncərəsi açılmış olur. Səhv etmirəmsə, mən sizinlə birlikdə düymələri yazırdım. Gəlin görək, həmən o sənədi tapa bilirikmi? Həmən sənədin üzərində yenə də qeydlərimizi aparaq. Misal üçün, Windows sənədi bu olmalıydı, görək. Aha, silinməyib, hər şeyimiz buradadır. Axırıncı dəfə ayrılarda qalmışdıq. Bir saniyə, qeydlərimizi aparaq. Deməli, nə dedik? Ctrl plus T. Nə yazırıq? New tab, düzdür? Yeni tab. Tamam, bunu da düymə kimi yazdıq. İndi gəlin pəncərəmiz haqqında danışaq. Deməli, pəncərədə bu hissələri bildik, title bar getdi bizdə, düzdür? Daha sonra bizim burada pəncərəni idarə etmə düymələrimiz var. Bunlardır. Bu düymələrdən gedir söhbət, yəqin ki, görə bilirsiniz. Misal üçün, bu düymənin adı minimize-dir. Neyniyir? Minimallaşdırır, yəni pəncərəni aşağıya yığır. Gördünüz, pəncərəni yığdı aşağı. Təzədən açırıq həmən hissəni, bağlayaq. Təzə bir dənə də pəncərə açaq, qovluq pəncərəsini açaq, qalsın aşağıda. Bir dənə sadəcə pəncərəmiz olsun. İndi baxın, bu düymə minimize dedi, minimallaşdırıb aşağı yığdı. Sonra ortadakı tək kvadrat kimi görsənir, görürsünüz? Tək kvadrat kimi, burası haqqında danışmışdıq biz. Bu tək kvadratdır, tək kvadratın adı maximize-dir, maksimallaşdırır. Amma arxa-arxaya 2 dənə kvadratdır indi. Arxa-arxaya 2 kvadrat olanda əvvəlki vəziyyəti pəncərənin nədirsə, həmən vəziyyətə pəncərəni bərpa edir. Restore down adlanır. Aşağı bərpa et, əvvəlki vəziyyətinə bərpa et. Bu düyməmiz isə bizdə close düyməsi ki, pəncərəni inir, ümumən belə bağlayır. Belə təzədən açaq. Oldu. Məncə həmən düymələri də biz tanımış olduq. Növbəti hissəmiz
Bizdə naviqasiya düymələri gedir, yəni hərəkət düymələri gedir. Bu düymələr vasitəsilə biz nələr eləyirik? Məsəl üçün bu bir əvvəlki qovluğa keçid eləyir, yəni arxaya qayıdır, irəli gedir. Bu əvvəlki qovluğa oldu. Əvvəlki qovluğa keçid eləyir və əvvəl hansı qovluğun içərisindən çıxmışdırsa, həmin qovluğa keçidi bildirir. Oldumu? Yuxarı düymə. Bu düymələri mükəmməl şəkildə öyrənin. Elə bil ki, hal-hazırki qovluqdan bir əvvəlki qovluq hansıdırsa, elə bil həmin qovluğa, elə bil ki, iyerarxiyada, elə düşünün ki, iyerarxiyada bir əvvəlki qovluğa keçid eləmiş olursunuz. Necə izah eləyək onu? Baxaq. Məsəl üçün, buradayıq. Buna basanda oldu mu? Gördünüz? Məsəl üçün, iyerarxiya ağacımızı burada görə bilirikmi? Və yaxud da belə bir şey eləyək. New folder, içində Ctrl-Shift-N, adını qoyduq AAA. Təzədən açdıq, yenə Ctrl-Shift-N, adını qoyduq BBB. Təzədən bir dənə də CTC. İndi elə bu C qovluğunun içərisindəsiniz. İyerarxiyanı buradan görürsünüz, düzdür? İndi həmin düyməyə basanda bir əvvəlki qovluğumuz CC-yə qayıtmış olduq. Bir dənə də bassaq, özündən bir əvvəlki BB-yə qayıtmış olduq. Oldu mu? Beləsinə düymələrimizdir. Bu isə nə edir? Refresh edir, yenilir saytca. Nələrsə dəyişmişsə, enləmişsə, təzədən yenidən yükləyir. Bununla bağlı kitabımızda çox qəşəng məlumatlar yazılıb bu düymələrlə bağlı. Oradan baxıb yenə də əzbərləyərsiniz, oxuyarsınız. Daha sonra növbəti hissəmiz haqqında danışası olsaq, növbəti hissəmiz bizdə olacaq adres bar. Yəni hər hansısa bir şeyin adresini göstərən zolaq. Zaten bayaq gördük. Baxın, diskdən başlayır, düz ən sonuncu qovluq daxil. Həmin qovluğun içindəki faylımız varsa, həmin fayla qədər bu adres vasitəsilə biz qovluqlarımızın iyerarxiyasını, ardıcıllığını görə bilirik. Yəni. Bu zolaq bizdə adres hissəsi getdi. Adres bar adlanır. Bura search hissəsidir, yəni axtarışdır. Zaten biz bunun düyməsini F3 deyə öyrənmişik. F3 funksiyanal düyməsinə basında görürsə həmən hissə aktivləşir. Biz rahat şəkildə nələrsə axtara bilirik. Deməli, search hissəmizi də öyrənmiş olduq. Daha sonra növbəti hissəmizə keçirik. Ümumən search hissəsində axtarışlarımız fərqlidir. Həmən axtarışlarla bağlı yenə kitabımızda çox qəşəng məlumatlar yazmışam. Onları da oxuyarsınız. Yəni axtarış üçün necə axtarmaq lazımdır. Ulduz, sual, simvollar vasitəsilə də axtarışımız var. Oldu mu? Ulduz və sual şəklində olan axtarışımız. Daha sonra belə deyək, bunlar bizdə tablar adlanır bu hissə. Tam olaraq artıq tabda deyil, əmrlər məsəl üçün demək olar bu hissəyə və yaxud da command bar, əmrlər sətri də demək olar. Oldu. Yəni fərqli-fərqli adlar qoymaq olar. Əməliyyat paneli də demək olar. Yəni bu zolaqdan gedir söhbət. Bu zolaqda görək nələrimiz var. Birinci new düyməsidir ki, yeni nəsə yarat deməkdir. Yeni qovluq, yeni qısa yol, yeni fayllar oldu. Belə-belə şeylər yaratmaq olar. Daha sonra bu zolaqda növbəti əmrimiz olacaq bizdə cut düyməsi. Yəni gəlin görək cut düyməsi nədir? Obyekti kəsir, bir yerdən başqa bir yerə aparır. Belə bir əmrdir. Məsəl üçün bunun içərisində qovluqlar yaradaq yenə. Ctrl Shift N, başqa bir qovluq olsun. Ctrl Shift N, adını qoyduq UU qovluğu. Daha sonra New'dan girək bir-iki dənə sənəd falan yaradaq. Publisher olsun, Word olsun, biraz uzun da olsun, PowerPoint olsun, Access olsun. Yəni Excel yaratsaq, bəs. Yaratdıq, çoxlu şeylər yaratdıq, düzdür? İndi fikir verin, mən Excel'imi götürürəm, cut edirəm. Fikir verirsiniz, məncə bu hissədən tam olaraq görsənir. Excel digər fayllara nəzərən nədir? Rəngi solğundur. Yəni bunun solğun görsənməsinin səbəbi nədir deyə sizə sual versələr, rahat şəkildə deyə bilərsiniz ki, cut olunub. Bax, bu cut etdiyimiz şeyi giririk UU qovluğuna. Biz bir dəfə paste eləyə bilirik. Paste shortcut eləyə bilmirik. Nə edə bilirik? Tək paste. Bastıq, tək paste olundu. Şimdi təzədən paste eləmək istəsək, görürük, heç bir əmrimiz falan yoxdur. Həm də paste əmri nədir? Solğundur. İndi gəlin bir adım geri qayıdaq yenə. İndi Word-ümü götürürəm, düzdür? Cut eləyəsi olsaq dedik, cəmi neçə dəfə yapışdıra bilirik? Bir dəfə. Qısalın yapışdıra bilmirik və rəngi də solğun görsənir. Bu dediyim məlumatları mütləq şəkildədir ki, qeyd edin. Amma kopyalasaq. Kopyaladım. Gördünüz yerində qaldı, rəngi dəyişmədi. UU qovluğuna girdim. Baxın, paste əmrimiz də aktivdir. Həm də paste shortcut əmrimiz də aktivdir. Bir dəfə paste elədim. Gördünüz, yapışdı. Paste əmridir də bu. Bir dəfə də paste eləyə bilərəm. Deyir ki, eyni olacaq, əvəzliyimmi? Deyirəm, hə, əvəzlə. Təzədən bir dəfə də paste eləyə bilərsiniz. Yenə deyir eyni olacaq. Əslində belə olmurdu əvvəllər.
Paste eləyəndə avtomatik olaraq yanına 2 falan qoyurdu. Nəsə, belə eləyək. Yenə paste desək. Görürsünüz, dəfələrlə biz həmən şeyi yapışdıra bilirik. Hətta paste shortcut desək, qısa yolunda istədiyimiz qədər yapışdıra bilərik. Oldu. Başqa bir yerə də gəlib yapışdıra bilərikmi? Bəli. Paste deyək. Ekrana bir dəfə yapışdırdım. Yenə paste deyə bilərik. Oldu. Nə deyir burada? Deyir əvəzləyək. Əvəzləmək istəmirəm əslində. İstirdim bir başa dəyişsin, amma olmur. Yəni deyir ki, əvəzlə birincisini təzədən əlavə et. Eyni adlıdır deyə adlarını dəyişib təbii ki, əlavə eləmək olar. İç adını dəyişək eləyək. F2-yə basıram. Bunun adına qoydum 1. Baxın təzədən paste. Bunun adına qoyaq 2. Təzədən yenə paste. Görürsünüz? Bunun adını dəyişə bilərsiniz 3 və s. Oldu. İstədiyimiz qədər bu şəkildə eləyə bilərik. Qısa yolunu da istədiyimiz qədər yapışdıra bilərik. İndi düymələri yükləndik biz təbii ki. Düymələrimizə bu cut oldu, bu copy oldu, bu paste oldu. Gəlin biraz bunları yazım. Çünki çaşdıra bilirik biz bunları. Deməli yazırıq Ctrl plus X, Ctrl plus C, Ctrl plus V. Deməli X-imiz oldu cut, C-miz oldu copy, V-miz oldu paste. Olur mu? Cut dediyimiz şey kəsmək deyirik. Amma qəbulumuza düşəsi olsa o kəsmək kimi yox. Gözdən yazıram. Yer dəyişmə kimi düşür. Oldu mu? Nə kimi düşəcək? Yer dəyişmək. Bir şeyin yerini başqa bir yerə dəyişmək. Kopyalamaq deyəndə isə məsəl üçün yazmayacağıq. Kopyalamaq. Nə deyəcəyik ona? Köçürmək. Qəbula düşsə köçürmək deyə düşəcək. Oldu? Köçürmək. Paste isə elə yapışdırmaqdır. Və yaxud da nüsxəsini almaq, bir şeyin yenisini yaratmaq mənasında. Oldu. Bu düymələri mükəmməl şəkildə öyrənin. Deməli, cut etdiyimiz şeyi neçə dəfə yapışdıra bilirik deyə sual versələr, cut etdiyimiz şeyi solğun görsənir. Solğun, düzdür. Cut etdiyimiz hər hansısa bir elementi, düzdür, bir dəfə yapışdıra bildik. Bir dəfə yazsam məncə başa düşərsiniz artıq nə deməkdir o. Amma Ctrl-C etdiyimiz şey solğun falan görsənmir. Mübadilə bu ferindən silinənə qədər, düzdür, yapışdıra bilirik kopya etdiyimiz şeyi. Məsələn, bu məlumatları yadınızda saxlayın yaxşı şəkildə. Təzədən qaydaq qovluğumuza görə qovluğumuzda nələr qaldı? Bu rename əmridir. Bir saniyə, bir şeyin adını dəyişmək, rename, məsələn, adını dəyişmək istəyirik, yeni qovluq yazaq. Yeni qovluq, düzdür. Rename əmridən məncə bildiyiniz bir düymədir. Rename klaviatura düyməsinə deyə sual versəm mən sizə, deyirsiniz ki, ay müəllim, klaviatura düyməsi F2 funksiyanal düymədir. Oldu. F2 funksiyanal düymə. Daha sonra başqa share paylaş əmrimiz var. Oldu. Faylları falan paylaşa bilirik. Misal üçün, istifadə etdiyiniz hər hansı proqramlarla paylaşa bilərsiniz və s. Paylaşdı sadəcə. Delete silməkdir. Məsəl üçün, BB qovluğunu sildik. Yəni, dialoq pəncərəsi açıldı, yenə sildik. Sonra çeşidləmək, nizamlamaq deyirik. Sort əmri adlanır. Basırsınız. Ada görə nizamlamaq. Sonra redaktör tarixinə görə nizamlamaq. Sonra tipinə görə nizamlamaq və yaxud da daha çox deyib ölçüyə, yaradılma tarixinə, müəllifə, taqa, başlıqlara görə nizamlaya bilərsiniz. İndi burada hamısı nulla başlayır. Çox da bir şey görməyəcəksiniz. Faylların həcminə falan görə də nizamlaya bilməyəcəyik. Yəni, çox da bir şey başa düşə bilməyəcəksiniz. Sadəcə nizamlamaq səliqə ilə düzmək mənasında oldu. Hətta bu faylları buraxım. 1-2 var da adlarında ən azından. Tamam, sənə atmıram. Bunun adını dəyişək istəyirsinizsə 3 eləyək. Bunun adını dəyişək. Məsəl üçün 4 eləyək. Bunun adını dəyişdik 4 elədik. Bunun adını dəyişdik 5 elədik. Bunun da adını dəyişdik 6 elədik deyək. Oldu. Məsəl üçün bunun adı olsun C. Bunun da adı olsun məsəl üçün A. Düzdür? Tamam. A və C. İndi sorta girdik. Düzdür? Ada görə nizamla deyəndə görürsünüz, ada görə avtomatik olaraq artmaya görə nizamlayıb. Düzdür? Tipə görə desək, baxın wordlər bir yerdə qaldı, qovluqlar bir yerdə. Məsəl üçün ölçüyə görə desək size.
Ən azından 2 dənə şey çoxdur. Görürsüz, ən yüksəyi qoydu başa. Bunu artmaya, azalmaya görə düzsək, ascending artmaya görə, descending azalmaya görədir. Artmaya görə düz deyirəm. Gördünüz, bunlar heç gəldi az, sonra çox. Oldu. Belə. Yəni, bu hissədən artmaya, azalmaya görə düzə bilirsiniz. İçində qruplaşdırmaq var. Məsəl üçün, qruplar yarada bilirsiniz. Misal üçün, tipə görə qruplar yaradaq. Görürsüz, qovluqlar bir qrupun içində, akseslər, PowerPointlər, Publisher, bir də Word faylları bir qrupun içindədir. Belə qruplar da yarada bilirsiniz. İstəmirsiniz qrup olsun, bundan əmrindən istifadə edib qrupları ümumən ləğv eləyə bilirsiniz. Qısacası sort əmri nə oldu? Çeşidləmək, nizamlamaq, içində həm səliqə ilə düzmək, həm də qruplaşdırmaq əmrləri yer alır. Yəni azalmaya, çoxa görə, artmaya, azalmaya görə düzə bilirik. Sonra keçdik view hissəsinə. View hissəsində bizim buradakı elementlərimizin ikonlarını extra large eləyə bilirik. Yəni həddindən artıq böyük. Extra large bax budur. Sonra large böyük. Sonra medium orta böyüklükdə. Bir də small kiçik ölçülərdə göstərə bilirsiniz. Bunlar görünüş ölçüləri sayılır. List siyahı formasında düz. Sonra details detallarını göstər. Məsəl üçün beləsinə başlıqlarda və altında da detallarımız görsənir. Kitabımızda bununla bağlı çox yaxşı testlər var. Oradan da görə bilərsiniz. Details rejimi yeganə rejimdir ki, biz burada filtr tətbiq eləyə bilirik. Bizə lazım olan şeylər görsənsin, məsəl üçün, ancaq Word-lər. Gördünüz, filtr tətbiq olundu. İndi mən sizə sual versəm ki, filtrin tətbiq edilməsini biz hardan bilirik? Misal üçün, baxırsınız. Burada görürsünüz quş işarəsi var. Özünün, yəni nəyə görə filtr tətbiq eləmisənsə, özünün sağ tərəfində bir dənə belə quş işarəsi qoyur. Ölçüyə görə də filtr tətbiq eləsəydik, burada bir dənə quş işarəsi qoyardıq. Ay müəllim, eyni anda filtr tətbiq eləmək olurmu 2-sinə, 3-ünə, 4-ünə? Bəli, olur. Mümkündür. Olur mu? De filtr qoyduq həm ada görə, həm tipə görə. İndi tipə görə yığışdırıram. Gəlin burada da bunu yığışdırıram. Gördünüz? Nəyə filtr tətbiq edirsənsə, özünün sağ tərəfinə bir dənə quş işarəsi qoyur. Daha sonra BTS rejimində bilmiş olduq. Tiles bu formada piktoqramlarımızı, elementlərimizi düzür, məlumatlarını bu hissələrdə verir. Sonra content deyə bir rejimimiz var ki, düzbucaqlı formasında verir. Yəni, hər birinin altından xətt çəkir, məlumatlar sağ tərəfdə qeyd olunur. Daha geniş bir məlumat verəcək sizə. Content deyə rejimimiz də budur. Ümumilikdə burada biz 8 dənə rejim görmüş olduq. Details pane detallar panelidir. Bizim bu sağ tərəfimizdə ümumi elementlərimizin məlumatlarını verir. Hətta details rejiminə qoyaq. Oradan sonra da details pane detallar panelini aktivləşdirək. Gördünüz? Misal üçün, fayl detalına baxsınız ki, faylın həcmi nə qədərdir, nə vaxt yaradılıb və s. Yəni, bir şeyin detalını burada bizə verir. Buradan da aktivləşdirib passivləşdirə bilirsiniz. Sual var. Məsəl üçün, details pane ekranın hansı tərəfində yerləşir? Ekranın sağ tərəfində yerləşmiş olur. Nə? Details pane. Oldu mu? Təzən girdik bura. Preview pane var. Bizim obyektimizin içərisində, düzdür, əvvəlcədən nələr var, nələr yox. Əvvəlcədən bax, belə düşünün ki, bir şəkil faylı üzərinə basırsınız. Preview pane-ə basdıqdan sonra onun içində nələr yerləşir, hamısını buradan rahat şəkildə görə bilirsiniz. Yəqin ki, bizim artıq kitabımızı əldə etmişsiniz. Baxın, belə bir kitabımızdan gedir söhbət. Bu bizim kitabımızdır. Mən tərəfindən hazırlanıb, hər şey mükəmməl səviyyədədir. Hər şey qeyd olunub. Ümumi. Burada Windows-un versiyaları haqqında danışmışıq, çox qəşəng şəkildə danışmışıq. Sonra əsas komponentlər hansılardır, onları qeyd eləmişik. Ekrandır, start menyudur, taskbardır. Sonra hər bir qovluq haqqında məlumat vermişəm burada. Kontrol paneli olsun, zibil qutusu olsun. Bu ilin qəbul sualı idi. Yəni 2025-ci ilin qəbul sualı idi. Kontekst menyu düyməsidir. Zibil qutusu haqqında məlumatlarımız buradadır. Sonra taskbar üzərində yerləşən düymələr və s. hər şey burada yer alır. İndi hal-hazırda danışdığımız hissə qovluqlar haqqındadır. Yəni təxminən 11-ci səhifədən başlamışıq. Oldu mu? Bu arada File Explorer proqramını aktivləşdirmək üçün WinE düymələrinə basmağımız kifayətdir. Yəni qovluq pəncərəsini aktivləşdirmək üçün WinE-yə basmağımız kifayətdir. Oldu mu? Baxın, bu pəncərə haqqında danışırdıq. İndi hal-hazırda Preview pane haqqında danışıram. Preview pane, yəni demək istəyir ki, Magistrol JPG deyə bir sənədimiz var, üzərinə basırıq. Əvvəlcədən onun içərisində hansı şəkildimi və yaxud da falandımı, filandımı, sənəddimi əvvəlcədən onun üzərinə basmaqla biz həmən şeyi buradan ön baxış edə
bilirik. Oldu. Çox qəşəng şəkildə insanlar bu kitab dərs keçir. Oldumu? Mənim bu video dərslərim olmasa belə siz bu kitabı oxuyaraq çox rahat şəkildə hər şeyi öyrənmiş olacaqsınız. İndi bunlar haqqında danışırdıq biz. Extra large, large, medium, small. Görürsüz burada hamısı qeyd olunub. İkonların dəyər ölçüləri çox böyük, böyük, orta və kiçik göstərilir. Sonra list details, ties to content-dir. Obyektlər siyahı şəklində, obyektlərə müxtəlif süzgəclər təyin etmək olur. Piktoqramlar orta ölçüdə olur, sağında tipi ölçüsü göstərilir. Kontent haqqında danışdıq. Details pane-i, preview pane-i danışdıq. İndi yerdə qalan şeyləri təbii ki danışacağıq, onları da öyrənmiş olacağıq. Görürsüz sırayla hər bir şey sərgər şəkildə yazılıb. Həmçinin bu hissədə, bax buralıqda yazılıb. Görürsüz hər bir şəkil və şəklin sağında, solunda məlumatlar. Çox qəşəngdir. Bunlar da qəbul sualları da hamısı. Bax bu pəncərənin özü bir neçə qəbula düşüb. Belə. Az qalıb artıq demək olar ki bitirirsiniz. Mükəmməl şəkildə öyrənəcəksiniz Windows 11 əməliyyat sistemini. Nə sual düşdü imtahanda tam mükəmməl hər şeyi bilmiş olacaqsınız. İndi biz harda qalmışdıq? Preview pane hissəsində. Aha, nəyisə üzərinə belə basırsınız. İçində nə var, nə yox, əvvəlcədən ön baxış eləyə bilirsiniz. Bura belə. Sonra show hissəsinə girək, əlavə də şeylərimiz var. Navigation pane haqqında, bu naviqasiya panelidir, yəni bu sol tərəf. Bura bizim navigation pane'imiz adlanır. Həmən navigation pane haqqında danışası olsaq, navigation pane'i biz buradan göstərib gizlədə bilirik. Məsələn, bastıq, gizləndi. Şu, hərəkət paneli adlanır. Bastıq, görsəndi. Gördünüz? Sonra compact view əslində tam olaraq bir ekstra bir şey də görməyəcəksiniz. Fikir verin bir dənə. Daha yığcam bir görüntü, əslində mənim xoşladığım bir minimal görüntü yaradır. Belə. Görürsüz? Elə ki, müəyyən şeyləri sıxır. Şeylə kompaktda qalsın, mən belə xoşlayıram. Sonra bu əmrlə mən çoxlu problem yaşadım. Hətta bu Windows 11-ə başlamamışdan qabaq hardasa bir 3 ay əvvəl kitabı yazmağa başlayırdım. Bu seçim qutuları məndə necə olurdusa aktiv şəkildə qalırdı. Yəni nə etsəm də, nə qədər də bağlamağa çalışsam da həmişə burada belə qalırdı. Əgər bu problem sizdə də varsa, təxminən Microsoft şirkətinin əməkdaşı bir 3-4 saat kompüterimdə qaldı. Yəni həmin problemi həll etməyə çalışdı. Bütün mən nə üsul ki var, hamısını özüm yoxlamışdım, alınmamışdı. Ona da çox güvənmirdim ki, yəni alınacaq, alınmayacaq. Hardasa 3-4 saatlik bir prosesdən sonra bir dəfə elə belə gözüm yayındı, qırağa baxdım. Həmin anda necəsə oldu, problemi həll elədi. Yəni özü də yüzlərlə yol yoxladı, heç bir alınmadı. Axırda bir dənə nə yol yoxladısa, tam olaraq mən də bilmədim. Həmin yolla düzəltmiş oldu problemi. Necə olurdu? Elə bilin ki, mən deyək ki, qovluqlar haqqında danışmaq istəyirəm. Misal üçün də belə gələk göstərək yaxşı. Misal üçün buradakı qovluqları görürsüz və bunların hamısının başında bu kvadratlar belə yanlı şəkildə qalırdı. Mən heç cür bunları, məsələn, şəklini çəkmək istəyirəm, o kvadrat məni narahat edirdi deyə çəkə bilmirdim. Yəni nə etsəm də bağlanmırdı deyə müraciət elədim, düzəltdilər. Əgər sizdə də o problem varsa, ola bilsin ki, Windows-un nə bilim nəyinəsə görə o problem yaradır. Yazın, həll eləsinlər. Əslində yaxşı bir şeydir, amma mənim ürəyimi sıxır. Bastım, seçdim. Baxın, görürsüz, ancaq mouse-dan işləyərək oradan buradan rahat şəkildə seçimlər apara bilirəm. Ekranda da yarayır mı bu işə? Bəli, bir də seçdik, seçdik, seçdik. Düzdür? Bunu seçdik. Düzgün seçim aparın, yoxsa beləncəsinə çıxa bilir. Ha belə. Oradan buradan nələrsə seçmək olur. View, show, nə? Deyək ki, seçim qutuları. Salam seçim qutularını ləğv etdim. Sonra bu nədir? Deyir, faylların genişlənmələrini qeyd et. Bizim az əvvəl burada bir saniyə. Fayllarımız var idi. Görürsüz genişlənmələri var. docx, 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 pub'dır, düzdür? Publisher proqramı. pptx, accdb, düzdür? Həm də bunları burada təkrarlamış olun. Onlara baxın, bu əmrə basaraq gizlədəcəm. Heç birinin genişlənməsi görsənmir. Nə ekranda, nə də hər hansısa bir yerdə. Buradan rahat şəkildə təzədən basıb fayl genişlənmələrini göstər deyə bilərsiniz. Göstərdik. Belə. Gəlin bu 5-in adını dəyişək. Adını dəyişib belə yazaq. Magistr oldu. Düzdür? Şu. İndi bu faylı gizlədəcəm mən. Seçirəm. Girdim view-ya, show hissəsinə. Nə deyirik? Deyirik gizlət. Düzdür? Əslində yox, səhv edirik. Gizlət yox. Gizlədilmiş elementləri göstərən əmrimizdir. Bax bu. Nəsə. Gizlətmə əmrimiz görək buraxdan olurmu? Aslında buradan da olmalıydı da. Nəsə. Qayıdıb gəlib danışarıq. Bir şey gizlətmək, baxın buradan olur. Üzərinə sağ düyməni basırıq. Xüsusiyyətlər bölməsini açırıq.
Burada atributumuz var. Read only hidden. Hide əmrinə basdıq, OK dedik, gizləndi. Artıq gördünüz, yoxa çıxdı. Amma girib indi buradan show hissəsindən elə göstər desək, gizlədilmiş element. Tək bu qovluq üçün yox. Bütün full, harda nə ki gizlətməmisiniz, hamısı görsənəcək. Amma belə rəngi solğun şəkildə görsənəcək. Görürsüz? Hətta gəlin bu şeyi biz Ctrl X edək. Ataq ekrana. Fikir verirsiniz indi bu fayldan bu faylı. Görürsüz solğun şəkildə görsənir. Bax beləlik daha dəqiq görün. Görürsüz solğundur. İndi sizə desələr ki, niyə solğun görsənir? İki cavabı var. Bayaq birini öyrənmişdik. Bir şeyin solğun görsənməsinin səbəbi nə idi? Onu kat etməyimiz. Hətta bax gəlsin siz eləyim. Bunu götürürəm, kat edirəm. Kat. Gördünüz bu da solğun görsəndi. Amma bunu gizlətmişəm, bunu kat etmişəm. Bir-birindən heç cür seçə bilmərsiniz. Kat etdiyimiz şeyi yapışdırandan sonra özünə gəlir. Amma bizim o gizlətdiyimiz şey üzərinə gələk sağ düyməni basıb gedib buradan deyək ki, xüsusiyyətlər hissəsindən gizlətmə. Ondan sonra özünə gəlir. Gördünüz, özünə gəldi. Belə. Qısacası buradakı əmrimiz nə imiş? Gizlədilmiş elementləri göstər. Gizlət dedim. Zaten gizlətdiyim bir şey yoxdur deyə gizlənməyəcək. Olur mu? Gizlədilmiş elementləri göstərən bir əmrimizdir. Bəs bura ilə bağlı heç bir şeyimiz qalmadı. İndi keçdik bura. Ando Ctrl Y, Ctrl Z, yəni bir şeyi geri qaytarmaq, ləğv etmək, yəni ən axırınızda nə etmişsiniz, onu ləğv edəcək. Məsələn, bu şeyin gəlin adını dəyişək. Son yazıram. Düzdür? İndi baxın, girdik bura, ando dedik. Gördünüz, adı qayıtdı əvvəlki vəziyyət. İndi ora girsək, redo da çıxır. Yəni təzədən ad dəyişməni bərpa et deyir. Gəlin indi bunları da öyrənək. Təbii ki, indiyə nə qədər mənim tələbələrim öyrənib, 100 dəfə görmüşük biz bunu. İndi bütün tələbələrin öyrənmə zamanıdır. Ctrl plus X. Deməli, bu düyməmizin adı oldu nə? Undo. Bir dənə də var Ctrl plus Y. Bu düymənin adı nə oldu? Redo. İndi undo üçün yaza bilərsiniz. Son əməliyyatı neyir? Ləğv edir. Oldu. Buna yaza bilərsiniz ki, ləğv olunmuş əməliyyatı bərpa edir. Oldu. Deməli, son əməliyyatı ləğv edir. Bu isə ləğv olunmuş əməliyyatı bərpa edir. Oldu. Belə. Məsəl üçün, son yeni yetirmiş əməliyyat nədir? Ad dəyişmə. Ad dəyişməni ləğv eləmək istəyirsinizsə, undo. İndi ləğv etdiyiniz əməliyyat təzədən bərpa eləmək istəyirsən, yəni ad dəyişmək istəyirsinizsə geri qayıtsın. O zaman nə? Redo istifadə edirsiniz. Düymələrini də bildik. Ctrl Z, Ctrl Y. Pin to quick access nədir? Bizim quick access'imiz var. Düzdür? Quick access. Yəni bu hissə. Bizim son istifadə etdiyimiz fayllarımız burada görsənir. Tez-tez istifadə etdiyimiz qovluqlarımız burada görsənir. Düzdür? Bu hissə var ki, yəni sevimlilər hissəsi adlanır ki, nələr sonra pin eləyə bilirik. Gəlin bu pin haqqında danışaq biraz. Biri seçirəm, girdim. Və burada görürsüz, favorilərə əklə, əlavə et. Əklə nə idi? Əlavə et deyə əmrimiz var. Amma qovluğu seçsək, görün əmri nə ilə əvəzləyir özün? Pin to quick access. Quick access-ə əlavə et. A-nı məsəl üçün götürürəm. Pin to quick access deyirəm. Biri götürürəm. Nə deyirəm? Favorilərə əlavə et deyirəm. Düzdür? İndi getdik home əmrinə. Oldu home qovluğumu deyək. Nə deyək bunu? Görürsünüz, bizim pinlədiyimiz A qovluğu buradadır. Favorilər hissəsinə girsək, favorilədiyimiz nə? Bir faylı buradadır. Bu biz nəyə bənzəyir? Sənin istifadə etdiyin, tez-tez istifadə etdiyin qovluq, fayl itməsin deyə elə burada girirsiniz. Bura pinləyirsiniz. Unpin eləmək də bəsit bir şeydir. Üzərinə sağ düyməni basıb unpin deməyiniz kifayətdir ki, oradan ləğv olunsun, götürülsün. Oldu. Belə bir şeydir. Yəni rahat şəkildə onları unpin eləyə bilirsiniz. Daha sonra bu favori hissəsində də zaten yəni üzərinə sağ düyməni basıb nə deyə biləcəksiniz? Remove, yəni favorilərdən sil. Bunu da öyrənmiş oldunuz. Başqa görək nə öyrənək biz burada nələrimiz var? Select all, hər şeyi seç deyə əmrimiz çox qəşəng bir əmrdir, xoşuma gəlir. Və salam, Ctrl A, tanıdığımız bir düymədir. Deməli, Ctrl A düyməsinə basaraq, Ctrl plus A düyməsinə basaraq hər şeyi seçə bilərik, düzdür? Select nə? All, hər şeyi seç. Başqa? Baxın, select-la heç nəyi seçmə. Məsəl üçün, 3 dənə şey seçmirsən. Məsəl üçün, select-la basırsan, deyirsən ki, heç nəyi seçmə. Seçdiyin şeyi ləğv edir. Sonra invert selection, məsəl üçün, baxın,
Bizim bir seçim düymemiz de var. Bu arada danışacağıq tabii ki. 4 tane şey seçtim. Bax, AC'ni 3'ü 4'ü seçdim. Invert selection seçimi çevir deməkdir. Yəni seçdiyini seçmə, seçmədiyini seç deməkdir. Basırsınız. Gördüyünüz AC 3 4'ü seçmişdik. Onlar seçilməmiş. Digərləri isə seçilmiş oldu. Oldu. Bu əmri də öyrənmiş oldunuz. Bu zaten xüsusiyyətlərdir. Məncə bunun düyməsini artıq yazmışıq da, danışmışıq da. Oldu mu? Alt enter düyməsi vasitəsilə xüsusiyyətlər bölməsini rahat şəkildə aça bilərsiniz. Bu belə. Options hissəsinə giririk. Aha, çok güzel bir pencere açıldı. Şimdi pencere hakkında danışaq biraz. Kitabımızda da var zaten bu. 1, 2, 3, 4, 5, 6, 7 diye nömrəliyi biz ayırmışıq. Birinci əmrimiz nə deyir? At, düzdür, eyni qovluqları, yəni at qovluqları eyni pəncərədə. Yəni yaxud da at hər qovluğu eyni pəncərədə. Yaxşı, düzgün tərcümə edeyim. Nə demək istəyir bu? Fikir verin indi. Bu qovluğu açıram. Başqa bir pəncərə zad açıldı ki, yox. Məsəl üçün. Bunu açırıq, başqa bir pəncərə açılmalıdır. Açırıq, başqa bir pəncərə açılmalıdır. Düzdür? Gəlin geri qayıdaq. Təzədən girdik bura. Options hissəsinə. Bunu dəyişib deyirəm ki, aç hər qovluğu şəxsi pəncərəsində. Düzdür? İndi baxın. Təzə bir pəncərə açıldı. Fikir verdiniz. İşləmək get-gedə çətinləşəcək. Bastınız. Təzə bir pəncərə açıldı. 3 dənə pəncərəm oldu. Belə. Bastınız, başqa bir pəncərə açıldı. Hər qovluq ayrıca bir şəxsi pəncərədə açılır. Çətindir bu əmrlə işləmək. Yəni çox pəncərə açıldığına görə. İndi gedək əmrimizi ləğv eləyək birinci. Bunu məncə başa düşdünüz. Sonra nə deyir? Tək klik edərək aç. Olur mu? Məsələn, hər hansısa bir şey artıq tək klik eləyəndə açılacaq. Əvvəl 2 dəfə klikləyirdik açılması üçün. İndi bir dəfə klikləməyimiz kifayətdir. Tamam, baxın, bax, bircə dəfə. Eşidirsiniz yəqin ki, mouse'un səsini. Düzgün klikləmədik. Gördünüz, bir dəfə klikləməklə nə edə bilirik? Aça bilirik. Ki versiz hər hansı bir şeyin üzərinə gətirəndə altından xətt çəkilir. Ekranda da həmçinin belədir. Görürsünüz, altından xətt çəkilir. Həmin orada bir əmrimiz var idi ki, o əmrə görə hər bir şeyin altından xətt çəkiləcək. Bax bu. Amma bunu seçsək, bu ümumən sən üstünə gətirsən də, gətirməsən də hamısının altından bax belə çox çirkin görüntü yaranır, xətt çəkir. Bunların da altından xətt çəkilməlidir əslində. Bir dənə çıxaq özünə gəlsin. O görürsüz, hamısının altından beləliklə xətt çəkib. Belə xətt əmrləridir sadəcə. İndi gedək onları ləğv eləyək, susma vəziyyətinə qaytaraq, yəni zavod vəziyyətindən həmin vəziyyətinə qaytaraq. Təzədən seçdik, double click, düzdür. Və yaxud da susma vəziyyəti budur. Buranın aləmi qat bir-birinə, hər şey dəyiş. Restore desəz, əvvəlki vəziyyətinə qaytar deməkdir. Bax, gördünüz, hər bir şey əvvəlki vəziyyətinə qaytardı. Daha sonra bu nədir? Bu hissə, baxın deyir ki, göstər son istifadə olunan faylları, düzdür? Deyir, göstər son istifadə olunan faylları. Son istifadə olmuş faylları biz bir saniyə burada gördük də bayaq. Recent hissəsi. Oradan artıq ləğv eləyə bilərik. Ümumən burada son istifadə etdiyimiz faylların siyahısı görsənməyə bilər. Oldu? Görsənməyə bilər. Bu üçün ləğv eləyək. Okay, okay. İndi baxın, homa baxın. Recent hissəsi bomboşdur. Belə. Gördünüz necə gözəl gəldik. Ay müəllim, indi açıq görsənəcəkmi? Görsənməyəcək uşaqlar. Gərək biz çoxlu bundan sonra da fayllar açaq. Son istifadə olmuş fayllarımız olsun ki, görsənsin. Oldu? Yəni hal-hazırda yoxdur deyə sıfırladıq deyə görsənmir. Növbəti əmrimiz nə? Tez-tez istifadə olunmuş qovluqlar hissəsi. Bax, buranı görürsünüz, Quick Access hissəsini. Həmən hissədir. Girdik. İndi bunu ləğv eləsək, tez-tez istifadə etdiyimiz qovluqlar nədir? O hissədə görsənməyəcək. Gördünüz? Ay müəllimə görsənib, bunlar uşaqlar pin olunub deyə burada görsənəcək. Amma pin eləsəz ondan sonra görsənməz. İndi yenə açsaq, qayıdacaq mı əvvəlki vəziyyətinə? Yox, qayıtmayacaq. Oldu? Və növbəti əmrimiz nədir? Elə bil ki, office.com-dan olan fayllarımız, yəni orada göstərib göstərilməyə bilər. Yeni zatimizdə elə bir fayllar yoxdur deyə hər hansı bir şey görüb görməməyimiz. Əslində pinlə bağlı deyil deyə nə əlaqə, yəni niyə sildin ki onu? Silməyim. Deyirəm. Yəni pinlə əlaqəsi yoxdur. Office.com-dan hər hansı fayllardan falan istifadə ediriksə, onları göstərib gizlədir bizim üçün. Belə. Zaten dəyişən bir şeyimiz yoxdur. Belə. Burada başa düşdüyümüzə görə başqa görək nəyimiz var. Başqa heç nə. Bu tarixçəni sil. Oldu, clear əmrdir ki, tarixçəni sil. Restore default-da bildik ki, susma vəziyyətinə qaytar. Bu hissə maraqlı hissələrimizdən biridir. Çox qəşəng bir hissədir. Bu hissəyə baxın. Buranın kitabımızda çox qəşəng bizə lazım olacaq şeyləri alt-alta yazmışam. İndi misal üçün fayl və qovluqlar haqqında burada maraqlı əmrləri mən deyim sizə. Gizlətdiyimiz o fayl və qovluqlar göstərilməsin.
və yaxud da gizlətdiyimiz fayl və qovluqlar görsənsin. Oldu. Onların o gizlənib görsənmə məsələsini buradan həll eləyə bilərsiniz rahat şəkildə. Sonra misal üçün bu əmrimiz görün nəyi ifadə edir? Deyir ki, faylların kiçik şəkilləri əvəzinə ikonlar göstərin. Yəni şəklin ön izləməsi olmur. Basaq. Aha, nə deməkdir? Elə bilin ki, hər hansı bir faylınız var, düzdür? Kiçik şəkillər əvəzinə ikonlar görsənir. Elə bil mən bundan əvvəlki istifadəçimdə də var idi. Yəni ikonlar əvəzinə, elə bil ki, bunlar əvəzinə sadəcə bu ikonlar olmurdu. Elə bil kiçik şəkillər olurdu. Belə düşünə bilərsiniz. Sonra başqa nə izah etmək olar buradan? Baxın, bu genişlənmədir, zaten bayaq öyrəndik. Fayl genişlənmələri, məsəl üçün docx, pptx, onların gizlədib göstərilməsi ilə bağlı əmrlərdir. Başqa məsəl üçün nə göstərmək olar? Burada deyir ki, sistemin səndən gizlətdiyi, düzdür, faylları göstər. Bu əmri ləğv edib. OK desək, əməliyyat sistemi bizdən gizlətdiyi faylları falan görə bilərik. Haralara baxaq. Nə olur deyə hər yerdə. Ha, burada bir şey var. Bəlkə də onu da ləğv eləmək lazımdır ki, ondan sonra düzəlsin. Baxın, bu view hissəsindən show göstər desək, ondan sonra görsənəcək. Ekrana baxan əməliyyat sisteminin bizdən gizlətdiyi fayllar falan bunlar. Bunun içinə girsək burada da görə bilirik. Kənar şərfi qovluğunu görün, nə qədər sistemin məndən gizlətdiyi fayllar falan var. Üstünə bassaq, belə qeyri-adi bir şeylər olacaq. Nəylə açaq, notpadla açaq. Belə canınız başa düşürsünüz, sistemin bizdən gizlətdiyi şeydir. Oğlum, qəlbə şeylər. Hər nəsə, gedək oranı biz bağlayaq, qurcalamayaq, siz də qurcalamayın. Belə maraqlıdırsa qurcalayın. Belə ekstra qurcalamaq lazım deyil. Deyir ki, gizlət. Belə. Sonra məsəl üçün aşağı ilə bağlı, navigation pane ilə bağlı məsəl üçün maraqlı şeylər var. Navigasiya paneli bu sol tərəf idi də, düzdür. Buranın tənzimləmələri. Gəlin görək oradan dəyişib buradan nələrsə görə biləcəksiniz. Məsəl üçün deyir bütün bunlar gəlin açaq bu hissin. Sol tərəfə baxın görün nə olacaq, nə baş verəcək. Hər şey açıldı artıq. Kitabımızda bunlarla bağlı sual var. Bu nəyi bildirir? Həmən qovluğun açıq olduğunu. Bu nəyi bildirir? Bu qovluğun içinin boş olmadığını. Görürsünüz, boş deyil, içində bunun nələrsə var. Məsəl üçün. Kitabxana qovluqları, qəbul sualı uşaqlar. Bunları görürsünüz, bunlar bizim kitabxana qovluqlarımızdır. Sənətdir, musiqidir, şəkildir, videodur. Bu hissə qəbulumuza sual kimi düşüb. Bir də təzəlikdən düşüb. Hardan buranı qurcaladıq biz? Gidik yenə Options bölməsinə, View hissəsinə, ən aşağıda baxın Navigation pane. Deyirik kitabxanaları göstər, bütün qovluqları göstər, genişlənməni göstər, oldu. Bütün hər şeyi göstər. Yaxşı, bunun tərcüməsi belə olsun. Bütün hər şeyi göstər. Elə bulut fayllar var bizdə, oldu mu? Həmin o bulut faylların sinxronizasiyasını göstərir. Bizim kompüterimizdə OneDrive-dır. Bilməm, burada görsənir. Bax, bunları bu şeyləri göstərir. Həmən şeydir. Bu lazım deyil deyək. OK dedik, içsin qoy. Daha sonra nələri etmək olar? Qovluq pəncərəsində məncə ekstra bir şeyimiz qalmadı. Buranın navigation pane olduğunu dedik. Bir dənə aşağı zolağımız var uşaqlar. Ən aşağı zolağımızda status bar adlanır. Həmən status bardakı bizim vəziyyət sətrimizdir ki, həmən vəziyyət sətridə müəyyən elementlərin falan sayını orada görmək olur. Misal üçün də səni alladırlar. Belə bir şey göstərirlər. Deyirlər, neçə dənə burada qovluq var. Tələbə sayır. Amma burada yazılıb da 15 dənə element var, düzdür? Seçim eləsən zaten deyəcək bir dənəsini seçmisən və s. Yəni seçdiyinə qədər burada nədir? Yazır. Hər bir şey sənin üçün göstərir. Oldu? Bu belə. Başqa da nə haqqında danışa bilərik? Preview pane dedik, details pane dedik, düzdür? Bura bizim işçi sahəmizdə işlədiyimiz sahədir. Bura haqqında zaten danışdıq. Navigation pane haqqında danışdıq. Status bar vəziyyət sətri haqqında danışdıq. Məsələn, gəlin biraz faylların seçilməsi haqqında danışaq. Onunla da yekunlaşdıracağım. Çox uzatmayacağım video izahı ki, izləmirsiniz. Sonrası biraz az olsun ki, bəlkə izlədiniz. Bunları ataq bunun içinə. Tamam, gəldik bura. Misal üçün, faylların seçilməsi haqqında danışası olsaq, faylları seçmək üçün biz kontrol düyməsindən istifadə edə bilirik. Baxın, kontrolə basaraq mən faylları oradan buradan rahat şəkildə seçdim. Ardıcıl şəkildə nəsə seçmək istəyirsənsə, faylın birini seçirsən, sonra gəlirsən, bura qədər seçmək istəyirsənsə, shift düyməsində əlin basılı vəziyyətdə olur və bunun üzərinə bir dəfə klikləyirsən, buradan bura qədər ardıcıl şəkildə seçilir. Oldu? Bunu da yaxşı şəkildə öyrənin.
Kontrol adı zaten hər şeyi seçirdi. Bəs seçilmiş şeyi, hər hansısa bir şeyi seçilməmiş etmək istəyiriksə nə edəcəyik? O zaman kontrol düyməsinə basıb üzərinə bir dəfə klikləməyimiz kifayətdir ki, həmin şeylər seçilməmiş olsun. Oldu. Ha, bunu da yaxşı yadınızda saxlayın. Ardıcıl və ə, ardıcıl və dağınıq şəkildə faylların seçilməsi haqqında danışdıq. Bəs seçilmiş fayllar üzərində hansı əməliyyatlar aparmaq olar? Bax, adi bir faylın üzərində hər hansı bir əməliyyat aparmırsan, apardığın bu şey seçilmiş bütün fayllar üçün də keçərlidir. Yaxşı, sualı belə verim, cavab verin. Bu qədər şey seçmişik. Bu qədər şeyin hamısının eyni anda adını dəyişmək olarmı? Bəli, olar. Silmək olarmı? Bəli, olar. Göndərmək olarmı? Bəli, olar. Kəsmək, kopyalamaq olarmı? Olar. Qısa yolunu yaratmaq olarmı? Olar. Hər bir şey olur. Ay müəllim, bu adın yox, ad dəyişmə deyil bu. Baxın görüm nədir bu? Rename əmridir. Ha, niyə olmalı ki? Olur yəni uşaqlar. Biraz qəribə görsənəcəksiniz üçün baxın. Olmaz. Ha, rename əmri budur. Ha, bu paste əmridir zaten niyə aktiv olsun. Tamam, çaşdırıcı şəkillər mənim. Rename eləyək. Məsəl üçün adlarına bax, gör nə qoyacam. Gördüyünüz hamısının eyni anda adları dəyişdi. Və niyə fərqli oldu? Çünki biz öyrənmişik ki, bir qovluğun içində eyni adda, eyni tipdə iki fəaliyyətdə saxlamaq olmaz. Ctrl Z-ə basıb geri qaytarmış oldum. Bu belə. Mübadilə buferi haqqında da danışımmı? Məncə bu qədər kifayətdir. Gələn səfərdə yerdə qalan hər bir şeyi danışıb yekunlaşdırarıq. Belə. İndi videonu bəyənməyi, öz dostlarınızla bölüşməyi, hə, unutmursunuz, rəy yazmağı da unutmursunuz. Növbəti video izahlarda inşallah ki görüşərik. Sağ olun, salamat qalın.